Avroviziya 2026 təmsilçimiz erməni iştirakçıya arzularını yazdı. Avroviziya 2026 öncəsi Eurovision Song Contest 2026 iştirakçıları Amsterdam şəhərində bir araya gələrək tanış olub və konsert proqramı ilə çıxış ediblər. Azərbaycan təmsilçisi Cəmilə Haşimova, səhnə adı Jiva, tədbir çərçivəsində Ermənistan təmsilçisi Simon Hovannisyanla görüşüb. Görüş zamanı iştirakçılar səmimi şəkildə salamlaşıb, bir-birlərinə uğurlar arzulayıblar. Tədbirdə diqqət çəkən məqamlardan biri Simon Hovannisyanın qeyri-adi kostyumu olub. O, üzərindəki yapışqan sarı kağızlara digər iştirakçılardan ürək sözlərini yazmağı xahiş edib. Jiva da bu təşəbbüsə qoşularaq öz arzularını yazıb. Sonda iştirakçılar digər təmsilçilərlə birlikdə xatirə fotosu çəkdiriblər. Qeyd edək ki, 70-ci Avroviziya müsabiqəsi Viyana şəhərində keçiriləcək. Birinci yarımfinal mayın 12-sində, ikinci yarımfinal mayın 14-də, böyük final isə mayın 16-sında baş tutacaq. Azərbaycan təmsilçisi Jiva müsabiqənin ikinci yarımfinalında ikinci nömrə ilə çıxış edəcək və ölkəni Just Go mahnısı ilə təmsil edəcək.